Davam edirik amonimə oxşar sözlərlə. Deməli, birinci sualımızda bizə uyğunluq tələb eləyir. Ümumiyyətlə, bu sual işləməzdən əvvəl yada salmaq lazımdır ki, amonimə oxşayan sözlərimiz, amma amonim olmayan sözlərimiz var. Bunlar hansılardır? Bunlar paronimlərdir, amoqraflardır və amoformlardır. Bir də həm ümumi, həm də xüsusi isim kimi işlənən sözlərimizdir ki, biz bunları amonim kimi işlədə bilmərik. Məsələn, desəz ki, müəllimə, paronim nədir? Paronimlər səslənməsinə görə bir-birinə oxşuyur, amma bir fərqinə görə fərqlidir. Yəni, bir hərfinə görə daha doğrusu fərqlənir. Məsələn, deyirik xeyir, bir də deyirik xeyir. Baxın, bu olur paronim. Məsələn, burada qeyd edək. Bir var deyirik ki, necə yazaq, xeyir. Bir də belə. Səslənməsinə görə bir-birinə oxşuyur, amma baxın, eyni deyil, paronimdir. Və yaxud da misal göstərə bilərik. Qəlb, bir də qəlb. Baxın, səslənməsinə görə oxşasa da bir-birinə. Burada qəlb sözü bu ürək mənasındadır, qəlb saxta mənasındadır. Məsələn, biz saxta pulla onu aid edə bilərik. Biz bunlara deyirik paronimlər. Vurğusu dəyişməklə mənası dəyişən sözlərə deyirik amonimlər. Məsələn, alma. Alma biri var meyvə mənasında. Bu paronimdir. Məsələn, alma, meyvə. Bir də var deyirəm ki, bu kitabı alma. Artıq burada inkarda işlənir. Deməli, vurğusu dəyişir, mənası dəyişir. Bu nə olur? Paronim. Paronim yox, amoqraf olur. Bunlar paronimlər idi. Bu amoqrafdır, vurğusu dəyişməklə mənası dəyişən söz və yaxud da gəlin, gəlin. Biri var bizə gəlin mənasında, əmirdədirsə də vurğu əvvələ düşür. Bir də var deyir ki, gəlin, qız mənasındadırsa da sona düşür. Bəs amoform nədir? Amoform da uşaqlar ümumiyyətlə amonimlərə çox bənzəyir, amma başlanğıc formaları fərqlənir. Məsələn, deyirik ki, qısa bir nümunə yazaq, şirə çox dadlıdır, dadlıdır. Bir də deyirik ki, şirə hücum etdilər. Baxın, şirə çox dadlıdır deyəndə burada elə sözün kökü şirdən şirə olmaz ki, yəni burada maye içdiyimiz içki mənasında deyirik də, maye mənasında. Amma burada deyirik şirə hücum etdir. Burada şir heyvandır, sözün kökü şirdir, yönlük haldadır. Başlanğıc forması nəyə aid olur? Yəni, daha doğrusu başlanğıc formasını necə tapırdıq? Qrammatik şəkilçiyə qədər olan hissə, əgər leksik qrammatik şəkilçi yox olsa da elə kökün özü başlanğıc formaydı. Baxın, amoforum budur. Demək olar ki, eyni cür tələffüz elədi. Yəni, yazılışı da eyni cürdür. Sadəcə olaraq fərq nədən ibarətdir? Başlanğıc forma. Başlanğıc formalar sözü eyni cürdürsə də, başlanğıc formaları fərqlənirsə də, deməli olur amoforum. Yadınıza qalsın. Artıq biz buna amonim deyə bilmərik. Niyə? Çünki başlanğıc formaları fərqlidir. Burada başlanğıc forma şirdir, burada şirədir. Mütləq yadda saxlayın ki, amonimlərin başlanğıc forması eyni olmalıdır. Bəs deyirsiniz ki, həm ümumi, həm xüsusi isim kimi işlənən sözlər nədir? Məsələ Araz. Deyirik ki, Araz baba ağac əkdi. Burada insandır da, Araz baba deyir. Bir də deyirik ki, nə bilim, Araz çayı qədimdir. Burada da çay adıdır. Bunlar xüsusi isim kimi işlənir, birində ad mənasında, amma hər ikisində xüsusi isimdir. Amma biz bunları amonim götürə bilmərik. Bir də ki, çiçək sözü sizin qabağınıza həm ümumi, həm xüsusi işlənən sözlər. Məsələn, deyirik ki, çiçək xala qonaq gəldi. Bir də deyirik ki, bu çiçək ətirlidir. Burada da kiçiklə yazıq elə. Deməli, çiçək sözü həm ümumi, həm də xüsusi isim kimi işlənməsinə baxmayaraq, biz belə sözləri də amonim götürə bilmərik. Bu qədər. İndi testimizə davam edək. Bunu sizə yadda salmaq və kömək məqsədi ilə dedim. İndi birincidə deyir uyğunluğu müəyyən edin. Həm çox mənalı, həm amonim söz tut sözüdür. Hansı mənada işlənir? Biri var deyirsən ki, məsələ tut yedim, meyvə. Bir də deyirik ki, topu tut, burada amonim olur. Amma xəbər tutmaq mənasında çox mənalı olur. Deməli, birə B uyğundur. Uzanan saitlə vurğu eyni hecadadır. Bu yəni sözüdür. Yəni sözündə uzanan saitlə vurğu eyni hecada olur. Yəni həm uzanır, həm də vurğu qəbul edir. Təkcə yəni deyil.
Onları indi sizə kiçik konspekt şəklində qeyd edib deyərəm. Deməli 2-yə E uyğun gəlir. 3-ə baxırıq. Vurğu dəyişsə də nitq hissəsi dəyişmir. Bu da mina sözüdür. Mina sözü biri var mina, biri var mina. Vurğu dəyişir, amma nitq hissəsi dəyişmir. Bu nə demək uşaqlar? Bax məsələn, alma sözünü bayaq burada qeyd elədik. Alma. Baxın, alma sözünün vurğu axıra düşəndə burada olur isim. Alma. Nə? Yəni meyvədən söhbət gedir. Alma. Nə qədər almaya oxşamasa da çəkdik belə. Bir də var ki, nə isə alma. Yəni burada inkar mənasındadır. İnkar da bizdə hansı nitq hissəsidir? Feil elə. Deməli burada feildir. Baxın, həm vurğusu dəyişdi alma sözünün. Həm alma sözünün mənası dəyişdi. Birində meyvə mənasını verir, bir də inkar mənasını, nə isə almamaq. Həm də nitq hissəsi dəyişir. Birində isim olur, birində feil olur. Amma mina sözü elə deyil. Təkcə mina sözü yox, ümumiyyətlə. Onları qeyd edeyim sizə. Ben bu sözləri yadınızda saxlayın uşaqlar. Alın sözüdür, mina sözüdür, şaxta, elektrik, bir də döyün. Bu sözlərin vurğusu dəyişir, həm mənası dəyişir, amma nitq hissəsi dəyişmir. Məsələn, alma sözündə necə ki vurğu dəyişir, məna dəyişir, nitq hissəsi dəyişdi. Məsələn, biri oldu isim, biri oldu feil. Amma bu sözlərdə düzdür, vurğu dəyişir. Vurğu yerini dəyişir, onun mənası da dəyişir. Amma nitq hissəsi yenə də olduğu kimi qalır. Mina, biri var dişin mina təbəqəsi, biri də var partlayıcı əşya, yəni partlayıcı bir qurğu. Baxın, hər iki mənada da isim olur. Hər iki mənası da isim olur. Və yaxud da alın sözü. Biri var əmr şəklində deyir ki, məsələn, bu kitabı alın, götürün, alın. Vurğu əvvələ düşür. Bir də deyirik ki, məsələn, çanta əli tərəfindən alındı. Bir də var məhsul növdə. Yenə vurğu dəyişir, məna dəyişir. Amma yenə də nitq hissəsi hər ikisində feil olaraq qalır və s. Yəni digərlərində də bu qayda digərlərinə də aiddir. Yəni həm alın sözü, həm mina sözü, həm şaxta sözü, həm elektrik sözü, həm də döyün sözü. Bunların düzdür, vurğuları dəyişir, leksik mənaları dəyişir, amma nitq hissələri dəyişmir. Şimdi sualımızla davam edək. Amonim oxşar sözlərdən deməli 1-ə B-ni tapdıq. Həm çox mənalı, həm amonim oldu. 2 uzun saatdə vurğu eyni hecadadır dedik. Yəni, bir də yenidən başqa sözlərimiz də var. Onlar hansılardır? Bəzi, bəzən, yəni, lakin, daim, daima, sair. Bu kimi sözlərdə də vurğu ilə uzun saat eyni hecaya düşür. Bunları da skrin edib götürə bilərsiniz. Üçüncü deyir, vurğusu dəyişsə də nitq hissəsi dəyişmir. O da C, ona görə də elə C variantı bizim cavabımızdır. İndi 2-yə baxaq. Hansı variantda səslənməsinə görə oxşar olan sözlər müxtəlif nitq hissəsinə aiddir? Səslənməsinə görə oxşar olan sözlər deyirsə də paronimlərdən söhbət gedir və deyir müxtəlif nitq hissəsi olsun. Mətn, yəni tekst mənasında nə ismin sualına cavab verir, bilirsə mətn necə? Elə A variantı cavabdır. 3-ə baxaq. Həm amonim, həm də amoform ola bilən sözü müəyyənləşdirin. Deyir, yəni həm amonim olsun, uşaqlar, həm də amoform olsun. Üçüncüdə, əslində o qədər də çətin deyil, elə yara sözüdür. Yara sözü, biri var deyir ki, işə yara. Başlanğıc forması yaradır. Bir də deyir, əsgər yara aldı. Yenə başlanğıc forması yaradır. Çünki oradakı A leksik şəkilçidir. Bir də deyirik ki, yara məktub yazdı. Burada yara sevgiliyə mənasında artıq başlanğıc forması yar olur. Çünki oradakı A qrammatik şəkilçi olur. Ona görə də biz bunu amonim kimi götürə bilirik hansı mənalarda? İşə yaramaq mənasından əsgər yara almışdı. Bu sözlər də amonimdir. Həm də amoform ola bilər. Yara məktub yazdı. Bu mənada isə artıq amoform olur. Ona görə də A variantı. 4-ə baxaq. Bir hərf fərqi ilə amonim ola bilməyən sözlər cərgəsində amonim ola bilməyən sözlər cərgəsindəki bir sözün yalnız qrammatik mənası var. Bu da A variantıdır. Niyə? Çünki yalnız qrammatik mənası olan köməkçi nitq hissələrdir. Elə deyil. Xeyr sözü isiz yazılan xeyr A variantında. Ədaddır. Ədad da köməkçi nitq hissəsidir. Ona görə də A variantı. Biri vurğusu dəyişməklə mənası dəyişən söz deyil deyir. Vurğusu dəyişməklə mənası dəyişməsin. 5-cidə. Cavabımız E variantıdır. Atlas. Atlas xəritə deməkdir.
Yazdır sözü sən yazdır deyirsə də yazı yazmaqdan söhbət gedir. Bir də deyirik ki, yazdır vurğu abirəçi, yəni fəsil mənasında. Vurğu dəyişir, məna dəyişir. Qandır başa sal, vurğu axıra düşür. Deyir ki, qandır, yəni maye, qırmızı maye vurğu əvvələ düşür. Elektrik naqili deyirik. Bir də deyirik elektrik, yəni o işlə məşğul olan adam. Vurğu dəyişir, məna dəyişir. Əti qovurma deyəndə vurğu düşür uya. Və deyirik qovurma dadlıdır. Vurğu düşür aya. Vurğu dəyişir, məna dəyişir. Ona görə də cavabımız qaldı E variantı. Cavabımız oldu E variantı. 6-ya baxaq. Sözlərdən birini həm məna tayları eyni nitq hissəsinə aid amonim, həm də vurğusuna görə mənası dəyişən söz kimi düşünmək olar. Sözlərdən birini həm məna tayları eyni nitq hissəsinə aid amonim, həm də vurğusuna görə mənası dəyişən söz kimi düşünmək olar. Burada uşaqlar qoyun sözüdür. Eyni nitq hissəsinə aid amonim olanda qoyun bir heyvan mənasında, bir də qoyun qucaq mənasında amonimdir. Deyir, həm də vurğusuna görə mənası dəyişən söz. Bir də deyir ki, kitabı yerinə qoyun, əmr eləyir. Baxın, bu mənada artıq vurğusuna görə mənası dəyişən söz olur. Ona görə B variantı. Digərləri isə, məsələn, qovaq sözündən vurma sözü amonim kimi işlənə bilir. Amma məsələn, orada deməli, bizim qaydamızı ödəmir digərləri. 7-yə baxaq. O ayaq üstə dimdik dayanmışdı, quş dimdiyindən yaralanmışdı. Burada vurğusu dəyişməklə mənası dəyişən sözdür. Dimdik, bir də var dimdik. O da olur amoqraf. C variantı. 8-ə baxaq. Bir hərf fərqi ilə amonim ola bilməyən sözlər cərgəsində verilə bilməz. 8-ə də cavabımız A variantdır. Çünki digərləri paronimdir, amma A o deyil. Ona görə A-nı götürürük. 9-da biz nəyi görürük? Yenə bir hərfə görə fərqlənmə görürük. Paronim C variantı. Ona baxaq. Cırcıramanın sürfə, süfrə bir hərf yerini dəyişir. Paronimdir D variantı. 11-də. Hansı sözlər həm amonim, həm də amoform kimi işlənə bilər? 11-də həm amonim, həm amoform. Baxın, qarı sözü amonim işlənir. Bir də qarı amoform kimi işlənə bilər. Bir də deyir ki, məsələn, uşaq qarı, yəni ağ, qışda yağan qarı. Uşaq qarı yeyirdi. Baxın, burada amoform olur. Başlanğıc forması fərqlənir. Daha sonra 4-cüyə baxağın yara sözünü bayaq qeyd elədik. Bir də əsər. Külək əsər mənasında amoform ola bilər. Amma iz nişanə mənasında, bir də oxuduğumuz əsər mənasında amonimdir. Ona görə B variantı. Biri amonim deyil. Bilirik ki, amonim olmayan dava sözüdür. Çünki dava sözüdür, nərə sözüdür. Baxın, bu sözlər əyan sözüdür. Bunlar uzanmaya görə fərqlənən sözlərdir və bunları amonim götürə bilmərik. 13-də uyğunluğu müəyyən edin. Yalnız amonim kimi işlənən sözdür. Tər sözü. Tər sözü yalnız amonim olur. Sonra həm amonim, həm amoqraf kimi işlənən sözdür. Bu da qoyun sözü. Bunu da bayaq qeyd elədik. Həm amonim, həm də amoform kimi işlənən sözdür. Bu da əsər sözü. Bunu da qeyd elədik. B variantı. Hansı cərgədə amonim sözlər sırasında paronim söz işlənmişdir? Sonsuz sözü amonimdir. Bir övladı olmayan mənasında, bir də sonsuz ucu bucağı olmayan mənasında. Qayin sözü qohum mənasında, ağac mənasında amonimdir. Sürfə amonim olmayan paronim kimi işlənə bilir. Sürfə, süfrə. R-la F yerində dəyişir. Ona görə 14C variantı. 15-ə baxaq. Sözlərdən birini həm məna tayları eyni nitq hissəsinə aid amonim, həm də vurğusuna görə mənası dəyişən söz kimi düşünmək olar. Siz uşaqlar hansılardır? Demək olar ki, bayaqki qaydalarımıza bənzəyir. Burun sözüdür. Ümid burnu mənasında, coğrafiyada, bir də insanın burnu mənasında amonimdir. Mənalar eyni nitq hissəsinə aiddir. Bir də vurğusuna görə mənası dəyişən söz. Məsələn, deyir ki, burun, nəyisə burun, burmaq mənasında. Feil əmr şəklində olur. Ona görə B variantı. Amonimlərdən birinin məna tayları eyni nitq hissəsinə aiddir. 16-da. Ləpə, hər iki məna tayı isimdir. Arxasını digər videoda izah edeyim.